Belə bir sualın izahına baxaq. Belə ki, bizdə şəkildə konus verilib. Konusun radiusu 4 sm olarsa, A nöqtəsindən C nöqtəsinə qədər olan ən qısa məsafəni soruşur. Deməli, bizim belə bir bucağımız var. Alfa bölünsün 360 bərabərdir L bölünsün L. Burada L doğrandır, L də konusun radiusudur. Gəlin bucağımızı tapaq. Deməli, alfa bölünsün 360. Radiusumuz 4'dür. Doğran isə 8'dir. Bu uzunluq bizə doğrandır. 6, 2, 8 yazırıq. Və sadələşmə aparsaq, burada 4'ə ixtisar getsə bir dəfə, burada 2 dəfə. Deməli, yazırıq 2 alfa bərabərdir. Nə qədər? 360. Buradan da alfa bərabərdir 180. Və bucağımızın 180 olduğunu alırıq. Normalda konusun açılışı bu formada olacaqdır. Bunu bilirik. Sadəcə bu bucaq 180 dərəcə olduğu üçün artıq bizə bir yarım dairə verəcək. Deməli, biz bunun üstündə qeyd etsəydik əgər, bura A yazacaqdıq. Yenə bura A olacaq, yenə üstə düşdüyü üçün. Daha sonra B bunun orta nöqtəsi olacaqdır, həmin bu B. Və bunu belə birləşdirsək, C bu düz xətt üzərində olacaq. Yəni, haradasa burada olacaq C nöqtəsi. Ölçülərə baxsaq 2, 6. Yəni, bunda uyğun olaraq qeyd etsək, bura A-dır, bura da A-dır. B bura düşdü. Aha. Burada da C olsa, qiymətlərimizi yazsaq, bura 2, bura olacaq 6. Bu uzunluğu isə bizdə bu uzunluğa bərabərdir. 8 yaza bilərik. Bura yazacaq 8. Və bizdə A nöqtəsindən C nöqtəsinə qədər olan ən qısa məsafə. Yəni, birbaşa xəttimizi birləşdirəcək. Və ümumi bu bucaq 180 olduğu üçün yarıya bölsək 90 dərəcə düşəcək. Və burada biz düz bucaqlı 3 bucaq görəcəyik. 6, 8, onda bura nə qədər qalacaq? 10. Pifaqor ədədləri. Doğru cavabımız 10.